Goranboyda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Nadirkənd kənd ərazisində, yəni hazırda mənim dayandığım bu ərazidə qeyd alınıb. Belə ki, hərəkətdə olan Priora markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan 2 nəfər xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 2 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəzaya düşənlər bir ailənin üzvləridir. Minik maşınının ağaca çırpılması zamanı ölənlər avtomobilin sürücüsü 40 yaşlı Adil Hüseynov və onun övladı 17 yaşlı Sabir Hüseynovdur. Yaralılar Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanlar sürücünün həyat yoldaşı 35 yaşlı Lamiyə Əliyeva və qızı 12 yaşlı Yağmur Hüseynovadır. Onlardan birinin vəziyyəti orta ağır, digərinin isə yüngüldür. Qəza zamanı avtomobil zərbənin gücündən deformasiyaya uğrayıb. Bir daha qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir. Məlumata görə ağır qəza onlar Nadirkənddən öz yaşadıkları Kələk kəndinə qayıdarkən baş verib. Xatırladaq ki, qəzada ölən Adil Hüseynovun atası, ağası Hüseynov əvvəllər uzun müddət məsul vəzifədə çalışıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.